Mayın 3-də Laçın şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Heydər Əliyev irsi şanlı zəfərdən parlaq gələcəyi mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov qeyd edib ki, müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutur. Onun uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə müasir, demokratik və dünyəvi dövlətin möhkəm təməli qoyulmuşdur. Məhz onun rəhbərliyi dövründə Azərbaycan öz geostrateji mövqeyindən, iqtisadi və mədəni potensialından səmərəli istifadə edərək qısa müddətdə beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmış, dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevrilmişdi. Məsim Məmmədov 1992-ci ildə işğal nəticəsində dağıdılan Laçının bugün yenidən qurulduğunu, öz əsl sahiblərinə qovuşduğunu deyib. O bildirib ki, Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbə Ulu Öndərin siyasətinin məntiqi davamıdır. Bugün Prezident İlham Əliyev tərəfindən bu siyasi kurs uğurla davam etdirilir. Azərbaycan daha da güclənir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir deyə səlahiyyətli nümayəndə vurğulayıb. Çıxış edən YAP sədrinin müavini Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Prezident Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və mütləq suverenliyinin təmin olunması, xalqımızın milli qürurunun bariz təcəssümü və dövlətçilik tariximizin şanlı səhifəsi olmaqla vaxtilə bütün işğal olunmuş torpaqlar Azərbaycan xalqının iradəsi, qəhrəman oğulların şücaəti ilə azad olunacaq deyən Ulu Öndər Heydər Əliyevin əbədi yaşar ideyalarının təntənəsidir. Bugün Heydər Əliyev yolunu inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycana möhtəşəm uğurlar qazandırmaqla onun gücünün və nüfuzunun daha da artmasını şərtləndirir. Tarixi zəfər qazandıqdan sonra işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa quruculuq işləri Böyük Qayıdış proqramının uğurla icra olunduğunu göstərir. Laçın bu prosesin ən gözəl nümunələrindəndir. Burada innovativ yanaşmalar əsasında sosial inklüzivlik, ekoloji təhlükəsizlik, o cümlədən yaşıl infrastruktur quruculuğu əsas götürülməklə ağıllı şəhər konsepsiyası həyata keçirilir ki, bu da dayanıqlı məskunlaşmanın, o cümlədən müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaradır. YAP sədrinin müavini bildirib ki, ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi ölkəmizin inkişafında müstəsna rol oynayır. Milli maraqları daim uca tutan partiyamızın əksər üzvləri Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirərək Azərbaycanın daha da güclənməsi naminə məqsəd yönlü fəaliyyət göstərirlər. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Professor Şahbaz Muradov çıxışında bildirib ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə Respublikamıza rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hər zaman böyük ehtiyacı olacaq. Ümummilli lider hələ Sovetlər dövründə Respublikamıza rəhbərlik etdiyi vaxtlarda Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş ittifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin edib. Müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atıb. Müstəqilliyimizin ilk illərində isə Azərbaycan ağır vəziyyətdə olarkən 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Həmin tarixdən etibarən Azərbaycanın intibahı başlandı. AMEYA'nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, əməkdar mədəniyyət işçisi Solmaz Məhərrəmova bildirib ki, Ulu Öndərin fəaliyyətində Laçın rayonunun həmişə xüsusi yeri olub. Bugün biz qürurla deyirik, Ulu Öndərin ruhu şaddır. Çünki onun başladığı yolu layiqincə davam etdirən Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qüdrəti sayəsində Laçınımız azaddır. Bizim borcumuz Heydər Əliyevin əmanəti olan müstəqil Azərbaycanı qorumaq və daha da ucaltmaqdır.
Azərbaycan Milli Qəhrəmanlar Cəmiyyətinin Laçın üzrə nümayəndəsi Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova deyib ki, Ulu Öndərin təməlini qoyduğu müstəqil dövlətimiz bugün Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir. Bugün Azərbaycan bayrağı azad Qarabağda qürurla dalğalanırsa, bu şəhidlərimizin ruhunun qələbəsi, qazilərimizin, əskər və zabitlərimizin şücaətinin nəticəsidir. Milli qəhrəman Oqtayın da mənim də doğulub boya başa çatdığımız müqəddəs Laçın torpağı, Müzəffər Ali Başkomandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, şəhidlərimizin canı və qanı bahasına və rəşadətli Azərbaycan ordusunun şücaəti sayəsində azaldığına qovuşdu. Çıxış edən Laçın rayonu Ədalət Məmmədov adına Zabuq kənd tam orta ümumi təhsil məktəbinin hərbi rəhbəri, Vətən müharibəsi qazisi Talih İskəndərli qeyd edib ki, Azərbaycan xalqı Ali Başkomandanın ətrafında sıx birləşərək dəmir yumruq kimi vahid gücə çevrildi və dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq hər birimizin müqəddəs borcudur. Milli Məclisin deputatı Rövşən Muradov da çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. O, Ulu Öndərin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş tədbirin Laçın şəhərində keçirilməsinin əhəmiyyətini vurğulayıb. Sonra tədbirdə YAP Laçın rayon təşkilatının ictimai-siyasi həyatında uğurlu fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibəti ilə keçirilmiş İnşa, Bədii Qiraət və Mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Sonra konsert proqramı təqdim olunub. Daha sonra tədbir iştirakçıları Laçın rayonunun Sus kəndində ağac əkmə aksiyasında iştirak ediblər.